Ayla filminin gerçek qəhrəmanı dünyasını dəyişdi. Gündəm 24 Türkiyə mediasına istinadən xəbər verir ki, Koreyalı Kim En-Uja dünyasını dəyişib. Türkiyənin Seuldakı səfirliyindən verilən yazılı açıqlamaya görə Seul yaxınlığında ailəsi ilə birlikdə yaşayan Kim uzun müddət ki pnevmoniyadan müalicə olurdu. Son zamanlarda yenidən pnevmoniyaya yoluxan Kim En-Uja dünən dünyasını dəyişib. Türkiyəyə olan sevgisini son anlara qədər itirməyən Kim En-Uja Türkiyənin Seuldakı səfirliyi tərəfindən də tez-tez ziyarət edilirdi. Onun ölüm xəbərinin ardından Türkiyənin Seuldakı səfiri Murat Tamer dəfn yerinə gələrək Kimin ailəsinə başsağlığı verib. Qeyd eləyək ki, dünyaca məşhur Ayla filmi Koreya müharibəsi zamanı türk əskər tərəfindən tapılan 5 yaşlı qızın hekayəsidir. Qeyd eləyək ki, gerçək adı Kim En-Uja olsa da, o Türkiyəli əskər Süleyman Dilbirliyinin ona verdiyi Ayla adı ilə tanınırdı və həmin gerçək hekayənin əsasında da məşhur Ayla filmi çəkilmişdi.